Salam əziz həmkarlar. Biz bugün ümumi sınaq 5-in izahına baxırıq. Ramil, əgər sən Mehdinin yerində olsaydın, imtahandan kəsilməmək üçün nə edərdin yanaşması Daniel Goleman'a görə hansı növünə aiddir? Sən Mehdinin yerində olsaydın empatiya göstərəcək, bu da sosial məlumatlılığa aiddir. Əli sinif yoldaşları ilə ünsiyyət qurmur. O öz qərarlarını sonda özü verir. Əli ilə bağlı situasiyaya olan düzgün yanaşmanı və intellekt tipini müəyyən edin. Əli ekstravert şəxsiyyətdir, xeyr. Əli ambivertdir, xeyr. Əli heç kimə əhəmiyyət vermir, xeyr. Əli introvertdir, fərd daxili, doğrudur. Əli introvert şəxsdir. Niyə? Çünki öz qərarlarını özü verir, tək başına həll etməyə çalışır, fərd daxili, introvert. Tənqidi təfəkkürü formalaşdırmaq üçün lazım olan bacarıqlara aid deyil. Təhlil etmək aiddir, problemi həll etmək aiddir, qərəzsiz yanaşmaq aiddir, etibarlı informasiya toplamaq aiddir. Tənqid etmək tənqidi təfəkkürə aid deyil, yebəndi. Şagirdin sinif yoldaşı kitabını götürdüyü üçün səncə qışqırmalı idimi? Xeyr, o müəllimə müraciət edib vəziyyəti deyə bilərdi. Yanaşmasında olan şagird mənəvi inkişafın hansı səviyyəsində hesab edilir? Deyir, şagird sinif yoldaşı kitabını götürdüyü üçün səncə qışqırmalı idimi? Yəni şagirdə sual verir ki, sinif yoldaşın kitabı götürdüyü üçün səncə qışqırmalı idimi? O da deyir, xeyr, müəllimə müraciət etməli idi, vəziyyəti deyə bilərdi, müəllim bu işi həll edə bilərdi. Yəni sinifdə sosial nizamı qoruyur. Səlahiyyət və sosial nizamı qoruma. Qayda dəftərinə baxmadan sürətli, qısa zamanda 100 məsələ yazmaq. Zaman varsa qısa zaman, qısa dəqiqə, bu artıq onun üçün təbii bir hala çevrilib. Bu olur təbiiləşmə. PISA proqramına aid olanları seçin. Ümumilikcə, Azərbaycanda 3 dəfə iştirak edib, biri 1. 15 yaşlı şagirdlər arasında tətbiq edilir, biri 3. Məktəbdə qazanılan bilikləri həyatda və məişətdə qazanılan problemlərə tətbiq bacarığını aşılayır. 1, 3, 5 A bəndi. Anlayışlar və ideyalar arasında əlaqəni müəyyənləşdirmək, öyrənilən cisim və hadisənin xüsusiyyətlərini sadalamaq, fikri interpretasiya olunması, düşün, cütləş, bölüş, paylaş texnikasından istifadə edilir. Təlim üsullarının fikirlərə əsasən ardıcıl müəyyən edin. Anlayışları, ideyalar arasında əlaqəni müəyyənləşdirirsə, bu klasterdir. Öyrənilən cisim və hadisənin xüsusiyyətlərini sadalayırsa, bu aksiyondur. Fikri interpretasiya olunması, bu sinektikadır. Düşün, cütləş, bölüş, paylaş texnikasından istifadə olunur, bu da qartopudur, C bəndi. Dərslərini yaxşı oxumayan şagirdlər aşağı qiymət alır. Bu da gələcəkdə onun imtahanlarda aşağı nəticə göstərməsi ilə nəticələnir. Və bu səbəblər sonda işsizlik problemi ilə nəticələnə bilir. Görsüz, dərslərini yaxşı oxumadı, imtahanda zəif nəticə topladı, sonda işsiz qaldı. 3 fikri sistemləşdirib danışır. Bu olur sistemli düşünmə. Müəllim dərs zamanı, dərsi keçən zaman şagirdlərə əvvəlki dərslərlə bağlı suallar verir. Qaniyə görə səviyyəni müəyyən edin. Əvvəlki təlimdə qazanılan bilik və bacarıqları müəyyən edir də, əvvəlki dərsliklərlə bağlı sual verir, əvvəlki təlimdə qazanılan bilik və bacarıqları müəyyən edir. Müəllim şəxsiyyətinə aid olan xüsusiyyətləri müəyyən edin, müəllimin şəxsiyyətinə. Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, biri 1. Müəllim novatordur, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və öz təcrübəsinə tətbiq edir, biri 2. Müəllim milli mənəvi dəyərlərin mədəni irsin qoruyucusu missiyasını daşıyır və cəmiyyətin fəal üzvü olmalıdır. Bu doğru fikirdir, amma müəllim şəxsiyyətinə aid deyil.
Müəllim rəhbərin sərəncamlarını yerinə yetirməyə borcludur. Bu da doğru bir fikirdir. Amma müəllim şəxsiyyətinə aid deyil. Burada 1-dən 2-dir. Bu, müəllimin etik davranış prinsiplərinin içərisində verilib bu fikirlər. Uyğunsuzluğu müəyyən edin. Təlim nəticələri dəqiq və aydın olmalıdır. Spesifik doğrudur. Yəni S. Hədəfə çatmaq üçün nə asan, nə çox, hədəf nə asan, nə çətin olmamalıdır. Bu da doğrudur. Bir dəqiqə gözləyək. Aha. Təlim nəticələri ölçülə bilən olmalıdır. Doğrudur. Mövcud resurslar nəzərə alınmalıdır. Bu R olmalıydı. Real imkanlar. Yəni R hərfi olmalıydı. T yox. T vaxt zamandır. Uyğunsuzluq D bəndidir. Bir dənə gözləyin görək. Çəkirmi? Hə. Uşaqlar, sabah məktəbimizdə yeni yarışma keçiriləcək. Yarışma zamanı öz yoldaşlarınızı dəstəkləyin. Emosional taksonomiyanı öz yoldaşlarını dəstəkləyirsənsə dəyərləndirirsən və öz yoldaşlarını dəstəkləyirsənsə deməli ona stimul verirsən. Dəyərləndirmə və fəaliyyətin stimullaşdırılması. Uşaqlar kələmçəklər fəsləsinə aid olan bitkilərə nümunə yazıb onları ümumiləşdirir. Ümumiləşdirmə varsa, Bloom taksonomiyasının anlama mərhələsidir. Ümumiləşdirmə konseptual biliyin açar sözüdür və məntiqi təfəkkürdür. Uşaqlar, sizə verilən tapşırığı yoldaşınızdan köçürməyin. Sizə verilən təlimata əməl edin. Mühakimə, biz köçürmürdük, sadəcə biri-birimizə kömək edirdik. Fərqli sözlərdən istifadə edir ki, fikir yayınsın. Çox mənalı danışmaq. Verbal, induksiya, deduksiya, analogiya, qeyri-verbal. Deyir, şəkilə bax, Bloomdur. Onun taksonomiya modelində tapşırıq hazırlanmasında geniş istifadə edilir. Məlumat hansı məntiqi mühakimə ilə əlaqələndirmək olar? Şəklə baxıb mühakimə yürüdürsənsə, bu qeyri-verbaldır. Biz nə deyirdik qeyri-verbalda? Şəklə baxır, tertiyojlardan istifadə edir. Uyğunluğu müəyyən edin. Müəllim həmkarları ilə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Bu mədəni davranışdır. Müəllim peşə vəzifəsini yerinə yetirərkən irqinə, etik mənsubiyyətinə, dilinə önəm vermədən bütün şagirdlərə eyni yanaşmalıdır. Bu qərəzsizlikdir, yəni arseçkilik etməməlidir. Müəllim öz funksiyalarını keyfiyyətlə yerinə yetirilməsinə görə nizam-intizam məsuliyyəti daşıyır. Bu da peşəkarlıq və fərdi məsuliyyətdir. C. 8-ci sinifdə oxuyan Zamikgilin sinifinə Gürcüstandan Azərbaycana köçən yeni şagird gəlib. Uşaq Gürcüstandan Azərbaycana köçüb. Novruz bayramı tədbiri zamanı uşaq adət-ənənələrimizlə tanış olmadığı üçün bunlar ona qəribə gəlir. Zamik elə bilir ki, o bizim adət-ənənələrə hörmət etmir. Ona görə də şagirdə yaxşı davranmır. Müəllim isə bunu göz ardı edir. Birincisi, müəllim dəstəkləyici mühitin yaradılmasını pozur. Sağlam sinif otağı, sağlam psixoloji mühit yaratmayıb, yeni gələn şagirdin adaptasiya olunmasına şərait yaratmır. İkincisi də ki, mədəni müxtəlifliyə hörmət səriştəsini pozub. Yəni, müəllim mədəni müxtəlifliyə hörmət səriştəsini şagirdlərdə inkişaf elətdirməlidir. D bəndi. Şagirdlərə qiymətləndirmə keçirən müəllim onların çatışmayan cəhətlərini görür və üzərində işləyərək çatışmamazlıqları aradan qaldırır. Nümunədə pedaqoji tələbi, səriştəni, emosional taksonomiyanın növünü tapın. Birincisi, şagirdə dəyər verir. Emosional taksonomiya deyirsə, hisslər qarışır bu işə. Bu olur dəyərləndirmək mərhələsi. İkincisi, çatışmayan cəhətlərini görür ümumi şagirdlərin. Onları aradan qaldırmağa çalışır, inkişaf elətdirməyə çalışır, inkişaf yönümlülük. Bir də problem var ki, uşaqların çatışmayan cəhətləri müəllim problemi aradan götürməyə çalışır, problem həll etmə. Təhsil verənlərin vəzifəsinə aid olmayanları seçin. Yeni ixtisas almaq, staj keçmək bu hüquqdur. 1. İxtisasını artırmaq öz ixtisasını artırır, vəzifədir. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir, müəllimin yox. 3. Əlavə məşğələlər, sinifdən kənar tədbirlər keçirmək müəllimin vəzifəsidir. Dövlət, cəmiyyət və özü qarşısında məsuliyyəti dərk etmək şagirdin vəzifəsidir. 1, 3, 5 A bəndi. Fikirlərdən biri düzgün deyil. Bizə düzgün olmayan lazımdır. Formal təhsil forması maddə 12. Bu düzdür. Eksternal təhsil alma forması maddə 12 yox, maddə 13-dür. Biri bu. Fənlər üzrə kurikulumlar ümumi təhsil proqramına daxildir. Bu da düzdür.
Tədris planları fən kurikulumuna daxildir, səhvdir. Tədris planıdır, fənlər üzrə kurikulumdur, dərsdənkənar məşğələlərdir, məktəbdənkənar təhsil proqramlarıdır. Bunlar ümumi təhsil proqramına aiddir. Deməli oldu 2, 4. Təhsil hüququ maddə 42, bu da doğrudur. Burada oldu Y bəndi. Gəlin baxaq. Düz yazmışıq. Sizə uğurlar.